Baxın, İmam Malik Rahimullahın tələbələri çox idi. İmam Malikin Muvatta kitabını rəvayət edən tələbələri çox idi. Onlardan birisi də Yahya ibn Yahya Əl-Leysi idi. Yahya ibn Yahya Əl-Leysi Mədinəyə Əndəlüsdən gəlmişdi. Buradan şəhərdən gəlməmişdi. İspaniyadan Mədinəyə gəlmişdi. İndiki İspaniyadan Mədinəyə gəlmişdi Yahya ibn Yahya Əl-Leysi. Və onun bugünkü günə qədər bizə gəlib çatan ən etibarlı, ən mötəbər İmam Malikin Muvatta kitabı Yahya ibn Yahya'nın rivayətidir. Nəyə görə? Çünki elmə təzim eləyirdi. Və bir gün Mədinəyə fillər gəlir və İmam Malikin məclisindən hamı çıxıb gedir fillərə baxmağa. Yahya çıxmır. Ona deyirlər ki, sən niyə çıxmadın? Getdik, filləri gördük belə. Deyir, mən bura deyir ki, fillərə baxmağa gəlməmişəm. Yəni, baxın, insanın elmi olan təzimi, elmi olan hörməti, yəni insanın ucalmasına səbəbdir.